Saytların bloklanmasına bağlı Səbail rayon məhkəməsində başlanmış məhkəmə iclası yekunlaşdı. Məhkəmə qətnamə çıxardı. Qətnamənin mahiyyəti ondan ibarət oldu ki, Rabitə Nazirliyinin ərizəsi qismən təmin olundu. Rabitə Nazirliyi ərizəsində 2 tələb qoymuşdu. Birinci tələb ondan ibarət idi ki, bu 5 dənə sayt var, onlar bloklansın. İkinci tələb də ondan ibarət ki, bu saytlar əgər başqa bir adla fəaliyyət göstərsələr, onda bu qərar onların o başqa adla fəaliyyət göstərdikləri saytlara da aid olunsun. Lakin bu ikinci hissəni məhkəmə təmin eləmədi, birinci hissəni təmin elədi. Dedi ki, saytların bloklanması məsələsini təmin edirəm, amma ikinci hissə təmin olmadı. Biz məhkəmədə qeyd elədik ki, saytların bloklanması bu saytların ifadə azadlığının pozuntusudur və onların ifadə azadlığına çox ciddi mənada pis təsir edəsidir və ifadə azadlığının tələbləri baxımından da qanuni, zəruri və mütənasib müdaxilə deyil. Ciddi prosessual pozuntularla, ədalət mühakiməsinin ciddi pozuntularına müşahidə olunubdur bu qərarın qəbul olunması. Bunların bu məsələlər məhkəməyə diqqətinə çatdırdı. Lakin məhkəmə hesab elədi ki, Rabitə Nazirliyinin müraciəti əsaslıdır və onu qismən təmin elədi ki, saytların bloklanması üçün zəruri əsaslar var. Bundan digər nümayəndə və vəkillərlə də məsləhətləşib, müvafiq apellyasiya şikayəti veriləsi, digər legal yuridik vasitələrdən istifadə olunur. Bununla bağlı biz nümayəndələr məhkəmədə də vurğuladılar. Deməli, Avropa İnsan Hüquqları Məhkəməsi bundan əvvəl bu tipli bir neçə işə baxıbdır və müəyyən edibdir ki, yalnız ciddi prosessual təminatlar verildikdə, qanun tələblərinə ciddi əməl edildikdə və demokratik cəmiyyətdə zəruri olduqda və mütənasib olduqda bu bloklama həyata keçirilə bilər və bloklama bütöv bir sayta münasibətdə deyil, saytın xəbər gedən bir səhifəsinə münasibətdə və yaxud da informasiya gedən bir səhifəsinə münasibətdə həyata keçirilməlidir. Lakin bu halda açıq-aşkar mütənasiblik yoxdur, çünki bütöv bir sayt bir informasiyaya görə bloklanır. Biz bu məsələni vurğuladıq və bundan əlavə prosessual təminatlar da həyata keçirilməyibdir. Yəni əsassızdır və prosessual təminatlar baxımından da öz başına bir qərardır. Qanun məzmunu baxımından da problemlər var qanun məzmununda. Qanun çox qeyri-müəyyən qanundur. Bu məsələlərin hamısını vurğuladır. Qanunun özü və qanunun bu işdə tətbiqi konvensiyanın 10-cu maddəsinə ziddir. Motiv barədə demək çətindir, amma bu hər halda Azərbaycanda ifadə azadlığından bağlı, ifadə azadlığının əsaslı məhdudlaşdırılmasından bağlı trendin bir hissəsidir. Verdi, tanış oldum. Tamamilə heç bir məhkəmə araşdırılması aparılmadan hakim qərar verdi. Yəni, göründüyü kimi heç bir hüquqi burada əsas yoxdur saytların bloklanmasına və hesab edirik ki, tamamilə qanunsuz bir qərardır. Yəqin ki, apellyasiya şikayəti veriləcək və eyni zamanda o ikinci hissənin təmin olunmaması bizə əsas verir ki, başqa adına fəaliyyət göstərək. Yəqin ki, fəaliyyətimizi elə başqa adına da davam etdirəcəyik. Hesab edirəm ki, söz azadlığı elə bir məhduddur ki, onu hər hansı məhkəmə qərarından məhdudlaşdırmaq olmaz. Bu və ya başqa şəkildə biz fəaliyyətimizi davam etdirəcəyik.